1958-ci ildə Araz çayı üzərində tikilib istifadəyə verilən Bəhramtəpə hidroqovşağı İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəbrayıl və Cəlilabad rayonlarının əkin sahələrinin suvarılmasında xüsusi əhəmiyyətə malikdir. Hidroqovşağa Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Bəhramtəpə hidroqovşağının istismar idarəsi xidmət edir. Hidroqovşağa sular həm Araz çayından, həm də Qarabağ suvarma kanalından daxil olur. O ümumilikdə 168.346 hektardan artıq əkin sahəsinə xidmət edir. Hidroqovşaq Baş Muğan kanalı vasitəsilə İmişli, Saatlı və Sabirabad rayonlarını, Rəsularx kanalı ilə İmişli və Saatlı, Yeni Cənub Muğan kanalı vasitəsilə İmişli, Biləsuvar, Cəbrayıl və Cəlilabad rayonlarını, Boztəpə kanalı ilə isə İmişli və qismən Beyləqan rayonlarını suvarma suyu ilə təmin edir. Bundan əlavə magistral kanallarda təmizləmə işləri aparılıb, 18 ədəd hidrotexniki qurğu, mülki və istehsalat binaları və maşın və mexanizmlər cari təmin olunub. Hazırda Araz çayının yuxarı profildə təmizlənmə işləri aparılır. Torpaqların mineraliti vəziyyətinin qorunması, yaxşılaşdırılması, mövcud su ehtiyatlarından itkiyə yol vermədən səmərəli və qənaətlə istifadə edilməsi minerasiya və su təsərrüfatı işçilərinin əsas vəzifələrindən biridir. Respublikanın əksər bölgələrinə əhatə edən hidroqovşaq, kollektor və suvarma kanallarının yenidən qurulması üçün texniki iqtisadi əsaslandırılması, hazırlanması və layihələndirmə həyata keçirilməsi nəzərdə tutulur. Hidroqovşağa daxil olan suların bölünməsinin daha da təkmilləşdirilməsi üçün yenidən qurma işlərinin kompleks olaraq görülməsi 2022-ci ildən başlanılıb və hazırda bu işlər sürətlə davam etdirilir. Bəndin, su qəbul edicinin, magistral kanallar nizamlayıcı qapıları təmir olunacaq, 100 tonluq, 15 tonluq kranların elektrik mühərrikləri, reduktorları və digər elementləri təmir olunacaq. Həmçinin Arazı çayının yuxarı biyefindəki beton yamaçlıqlarda, suyucu hövzədə dib və yan divarlarda betonlama işləri görüləcəkdir. Bütün elektrik güc kabelləri, məhəccərlər yenilənəcək. Su qəbul edici və sudurucu hissədə və eyni zamanda magistral kanal boyu olan bütün işıqlama sistemi tamamilə yenisilə qurulur. Bəhramtəpə hidroqovşağının istismar idarəsi tərəfindən 2026-cı ilin suvarma dövründə mövcud su ehtiyatlarından daha səmərəli istifadə etməklə suyun düzgün və dəqiq bölünməsinin hesabatının aparılması istiqamətində işlər davam etdiriləcək.